Vaxtınız xeyir. Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə keçirdiyi şans imtahanda istifadə olunmuş sualın izahına baxacaq. Xəritə sxemdə rəqəmlərlə verilmiş ərazilər üçün doğru xüsusiyyətləri müəyyən edin. Xəritəyə baxaq. Xəritədə birinci ərazi Lənkəran ovalının şimalı, ikinci ərazi Naxçıvan düzü, yəni bura biz həm də şəhər Ordubad üzrə deyirik. Üçüncü ərazi Ceyrançöl alçaqdalığı və dördüncü ərazi Qobustan alçaqdalığıdır. Ərazilər və xüsusiyyətlərə baxaq. 1. Pseudovulkanlar geniş yayılmışdır. Lənkəran ovalının şimalında bilirik ki, pseudovulkanlar yayılmayıb. Pseudovulkanlar Qobustan Abşeronda, Cənub-Şərqi Şirvan düzündə və Xəzərin şelfində yayılıb. Deməli, 1-ə səhv qoyuruq. 2-yə baxırıq. Kiçik Qafqaz tektonik qalxması zonasında yerləşir. Biz bilirik ki, Naxçıvanın dağlıq hissəsi və Gülüstan yarıçı Ordubad düzləri Kiçik Qafqaz tektonik qalxmasına aiddir. 2 ilə göstərilmiş ərazi təxminən Naxçıvan düzünə uyğundur və Naxçıvan düzü Kiçik Qafqaz tektonik qalxmasında deyil, Araz-Zavan platformasında yerləşir. 2-ni də götürmürük. 3. Ayrı Denosen relyef formaları yayılıb. 3-cü ərazimiz Ceyrançöldür. Biz bilirik ki, Ceyrançöl, Acınqor, Qobustan, Abşeron, Naxçıvanın alçaq dağlıq əraziləri ayrı Denosen relyef formaları ilə geniş yayılmışdır bu ərazilərdə. Ona görə 3 doğru. 4. Qobustan alçaqdalığı Kaynozoy erasının neogen yaşıl suları yayılmışdır. Biz bilirik ki, Qobustan Abşeronda, Qusar Mali düzəlində, Ceyrançöl, Acnohurda və Brovar silsilələrində Kaynozoyun neogen suları yayılıb və 4-ü də doğru qəbul edəcək. Doğru cavab 3 və 4 variantlardan da B variantı olacaq.